Quran-Kərimi 8 dəfə oxumuşam. Bibliya oxumuşam. Yaradılışı oxumuşam. Tövratı, Avestanı oxumuşam. Bütün dini kitabları oxudum. Sonra qayıtdım, tam həqiqətlə üzləşəndən sonra bir də Quranı oxudum. Və sonra Sinan Canan'ın bir proqramına baxdım və orada belə deyir. Diqqətlə baxdım, deyir ki, bütün tarix boyu, bütün peyğəmbərlər, bütün düşünürlər, bütün bax bu şəxsiyyətlər hamısı aydınlanmaqdan qabaq, yəni bax vəhd deyilən şey var ha. Ondan qabaq bir mağaraya çəkiliblər, bir dağa çəkiliblər, biri orada yeni bir tənhalığa çəkiliblər, bir dağa və sonra qayıdıb gəliblər və bu nə da kişi, biri bütləri qırıb, biri nə bilim Firona qarşı çıxıb, yəni öz dövrünün hakimiyyətini qarşı çıxıb darmadan, çünki görüb ki, insanlıq yanlış yaşayır, yanlış içində yaşayır. Və sonra qarşıma bir şey çıxdı, KKB-nin xüsusi bir proqramı və bilsən nədir o? Deyir ki, bu beyin var ha, beyin, şuur, biz baxdım, o qədər video paylaşıram, şuur bizdə aktiv deyil, yanıb. Sən bu beyni susturmaq üçün mən özüm şəxsən bunu elədim. Get bir kəndə, bir raya, ucqar bir yerə, insan olmaya, əsas təbiətimiz, təbiətdən yaranmışıq və bacarırız, bunu bacarmaq ağır bir şeydir. Yəni bu sənə deyim ki, bax sən buna baxan videoya, məni rahat doğrayarsan, məni tikə-tikə doğramaq insan üçün asan bir şeydir. Yəni ha, beyin özü üçün yaşayır, o sənin özünü qidalandırır, özünü, axırda bizi yiyir, bax. Son anda, ən sonunda beyin ölümü. Beyin ölməsə bədən ölmür. Bugün xərçəng xəstəliyindən ölən hər bir adama baxıb, xərçəng adamı yemir, xərçəng heç eləmir, amma adam belədir. Bilirsiniz niyə? Çünki qida qəbul edə bilməyən xəstəni beyin başlayır özü yeməyə. Bəli, sorucu var, bunu bilənlər eləyir. Sadəcə acıyanda su içsən, acıyanda beyin bir müddət sonra qida gəlməyəndən sonra başlayır bədəni yeməyə. Bizim xəstəliklərimizi, bu yağ depoları var, qəhvəyi yağ depoları, haradan ki piyləri, boşlayır onları yeməyə. Bədənimizdə yaranan, yeri yaranan xəstəlikləri, hüceyri, bakteriyaları, zir-zibil, sigaret çəkmirsən, onu atı, içki içmirsən, bütün pislikləri yeməyə. Raq xərçəng olan adamı beyin yiyir, tam tutarır və heç o qalmayanda beyin özü başlayır ölməyə yavaş-yavaş. Yəni, beynin son qurbanı bizik. Və heç bir qəbirdə, tabutda gedən adamın beyni ölməyib. Ona görə inkir nağılıb. Beyin son ölən beyindir. Qəza hadisələri əgər başından travma almayıbsa, ürək yanmaq ölüm sayılmır. Ölüm beyinlə əlaqəli bir şeydir. Və ürək yanır, beyin hələ fəaliyyətdə olanda bizə başlayır bütün hesabat verməyə, özünün xatirələri, onu bunu, indi kliniki ölüm keçirib, sonra oyanan adamlar bunu inkir nağılı kimi, çünki beyin başlayıb bütün son anda hesabat verir öz-özünə, yaxşı əməllərinə görə sevinir, pislər görə kədərlənir, başqa mövzular da var, nəsə başqa söhbətdir. Gedirsən bir dağa, mağaraya, çəkilirsən tam sakit bir yerə, nə telefon var, nə əlaqə və neysə. Çox yox, bu Sovet dövründə bu KKB-nin xüsusi proqramı olub, yəni bu aydınlanmadır, bu əsl aydın. Otursan bir yerdə, heç bir hərəkət, bax belə sakit, görüb otura bilirsənsə, ged onu cəhd belə görüb, otura, deyirəm ki, məni tikə-tikə doğrayarsan, o qorxudur, sən qorxudan məni öldürərsən, işi dağıdır, deyir, kəsirdi baş. Baş kəsmək asaddır, amma get gör otura bilirsən, heç nə, bax, eləcə otur, mən onu elədim, yarım saat. Sən 10 dəqiqədən sonra, bu beyin yanmır, o düşünür. Amma sən o düşüncəyə qoşulub gedmirsən. Yəni, məsələndir, beyin gəlində oturmuşam, mən sabah nəhtər olacaq, sən o düşüncələrə qoşulmursan, o gəlir, gedir. O elə bir məqam gəlir ki, sən ona qoşulmursan, inanırsınız bizə nələr gör. Bir görsən ki, bax, belə bir ki, uşağı maşın vurub, öz övladıvı əlində qanlı aparırsan, gah valideynlərvi, belə şeylər istəyir ki, sən ona diqqət ayırasan, sənə pis bir şeylər göstər, amma baş qoşmursan. O axır gedir, nəhayət düşür axınına, o sənə ram olur. Bir saat otura bilsən, yarım saat oturanda aydınlanırsan.
görürsən ki, o susur və şuur, sən artıq o yarım saat oturmaq var, bir dəqiqə dura bilmir insanlıq. Yenə deyirəm, o durub bir yerdə oturub, beynin fikirləşmək başqadır. O beynin düşüncələrinə qoşulmadan, onu ayrı bir şey kimi qəbul edib, özün-özündə sadəcə sakitcə otursan, heç ki bu dünyada yoxsan və aydınlanırsan. Mən o aydınlanmadan sonra gəldim, bir dənə də Quranı oxudum və 60'a yaxın ayət tapdım ki orada, faktdır, o ayələr məndə var. Və sonra gəldim onları bir-bir süni zəka ilə oturduq bir yerdə, o ayələrin hər birində Peyğəmbər bizə aydınlanmış şəxs, onu da zəhər verib öldürüblər, yəni biləsiniz. Yəni bugünkü İslamın banisi o deyil. Bugünkü İslamı o başqa bir İslamdır. Bax təsavvuf onu bizə hardasa izah edir. O açıq-aşkar deyirdi də yəni ki o nədir? Quranda bu dəfələrlə keçir. Quranda düşünmürsünüz sözü, heç düşünmürsünüzmü sözü şifrəli şəkildə bütün ayələrdə var. Gəl sən düşünmürsən. Bax deyir ki biz sizə ayədir, dəqiq nə deyir? Heç eləməmişik deyir. Siz özünüz elədiniz. Deyir bax nəfs, deyir bax nəfs deyir. Allah deyir nəfsi, nəfs nədir? Nəfs nədir? Hə, nədir də nəfs? İndi mən deyim də sizə. Nəfs odur ki, bax bizə içkini içirdən beyindir. Həzz istəyir, o dopamin istəyir. Bax. Yəni yet dura bilməyəndə, yəni nəyin dadını gördüsə, asılı eləyir bizi. Bax, öz halal ailələrimiz qaldığı halda bizi harama sövq edib. Bax, ehtiras istəyir o. Bütün həzzləri beyin istəyir. Bax, beyin dopamin salgılayır və həzz alır. Çox deyil mövzular və beyin nəfs dediği şey beyindir. Hansı ki, bugün biz onun köləsiyik. Əsarətindən çıxa bilmirik. Şuursa, bax karma fəlsəfə, bax bütün şərq fəlsəfəsi, bütün hər şey təsdiq edir, hər şeyi yaradan şuurdur. Bizi də ana bətrində beyin yaradır. Yəni, bu da bir başqa mövzudur. Hər gün bizim yaranan barmaqlarımız, hər bir orqanımız impulslar vasitəsilə, bax sinir yaranır, gedir. Məsələn, beyin əmr verir, əl yaranır və hər biri də beyinə hesabat verir. Tam mükəmməl bizi yaradır ana bətrində beyin. Və ondan sonra ana beyninə siqnal göndərir, impuls, dünyaya gəl. Bütün kainat şuurdur, şuur. Hər şeyi şuur. Və bir də şuur var. Bir də öyrədilmiş beyin. Avtopilotda işləyən beyin. Və sən bu ikisinin fərqini anlamadığın günü sən öz cəhənnəmində yaşayırsan, xoş gəldin, sən yanırsan, alışırsan, əzablar içindəsən. Amma şuurunun fərqində olan bir insan həm qorxmur, cəsarətli olur. Amma o heç vaxt qatil ola bilməz. Yəni şuurunun fərqində olan insan bu təbiətə baxır, bir gülə baxır ki, bu dünyada hər şeyin anlamı odur ki, təbiətə xidmət edir, hər şey bu canlılığa, və mən də bir canlıyam, mənim o güldən, nə də o sıçandan heç bir fərqim yoxdur, üstün deyiləm. Nəfsi bizi dünyanın kralı kimi göstərir, mənim bax o otdan heç bir fərqim yoxdur, mən də canlıyam, o da canlıdır. Və şuurunun fərqində olan insan bu təbiətə dağıdmaz, ziyan eləməz. Çünki şuur ki, bax, Quranda ayə var, deyir ki, siz üzünüzü hara çevirsəniz, Allahın üzü oradadır. Mən sizə şah damarınızdan yaxınam. Sonra mən qəlblə, bax, o şuur fərqində olansun. Şuur nədir? Beyin nədir? Allah nədir? Şeytan nədir? Yəni, bu qədər açıqdır hər şey. Sadəcə gözümüz kördür, gözümüz.